iməcli edib axtarışa başladıq. Əvvəl 2007-ci ildə dərc olunan İnzibati Ərazi Bölgü kitabında Axşam adını görüb çox məyus oldum. Yeni Yevlax. Yeni Yevlax qəzeti 36-61-də bizdə var. Ondan qabaq olmaydı. Bəs mətbuat Kitabın nəşri. bu kitab neçənci ildir bax. Gördüyünüzdə burada Axşam var. Aman Allah, neujeli? Yox, kitab 2007-də çıxıb. Araşdırmanı deyə bilmərəm. Araşdırma. Keçmiş lazımdır. Daha sonra eyni adlı kitabın 1961-ci ildəki nəşrində Axşam adını görəndə üstümə biraz su çiləndi. Amma daha da uzağa getmək lazım idi. Təəssüf ki, daha köhnə tarixi tapa bilmirdilər qızlar. Bu zaman məni dosta zəng xilas etdi. Azərbaycanın qocaman qəzetlərinin birinin sabiq redaktoru, jurnalist, tədqiqatçı və publisist və sonunda dəyərli bir insan məni istiqamətləndirdi. Onun məsləhəti ilə mən 1930-36-cı illərdə çap olunan qəzetləri axtarmalı oldum. Axı məhz